Salam hörmətli izləyicilər. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Siz isə Smart icmal buraxılışını izləyirsiniz. Qarşıdakı dəqiqələrdə nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərini sizinlə bölüşəcəm. Gəlin birlikdə baş verən yeniliklərə nəzər salaq. Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədi ilə yeni layihə icra olunur. Buna qədər Heydər Hüseynov küçəsindən metronun 20 yanvar stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmməd Şərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözü gedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu. Bundan əlavə, həmin ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu. Yeni layihəyə əsasən sözü gedən kəsişməyə işıqfor obyektləri quraşdırılır. Həmçinin Heydər Hüseynov küçəsindən metronun 20 yanvar stansiyası istiqamətində hərəkət təmin edilir. Azərkosmos artıq 10 ildir Afrika qitəsinin 39 ölkəsində telekommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərir. Afrikanın 70%-ni əhatə edən agentlik 100 milyonlarla evə peyk xidmətləri təqdim edir. Azərkosmos 110-dan çox televiziya və radio kanalının yayımını təmin etməklə bölgədə geniş auditoriyaya çatıb. Bu müddət ərzində agentlik Afrikada rəqəmsal xidmətləri genişləndirərək əlaqə və rabitə infrastrukturu zəif olan ərazilərdə fasiləsiz əlaqə yaradıb. Həmçinin minlərlə insanı televiziya və internetlə təmin etmək üçün müxtəlif layihələr həyata keçirib. Bakı metropoliteni rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq Bakı Kartla əməkdaşlıq çərçivəsində daha bir yenilik edib. Belə ki, metropolitenin bütün stansiyalarında sərnişinlər artıq gediş haqlarını, NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay ilə ödəyə bilirlər. Yanaşı olaraq Bakı Kart, Birbank və Emonla ödəniş qüvvədə saxlanılır. Sima imzanın yeni QR paylaşım mexanizmi istifadəyə verilib. Bu yenilik sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəli olaraq mühasib, məhsul əməkdaş və digər şəxslərə yönləndirmək mümkündür. Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza hüququnu şirkətin digər məhsul əməkdaşına risk daşımadan ötürə bilərlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Aynamaz tətbiqi istifadəyə verilib. Bu rəqəmsal platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri, avtobus, metro, dəmir yolu, skuter və velosiped arasında ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir. Azərbaycan, ingilis və rus dillərində olan tətbiq nəqliyyat növləri arasında problemsiz keçidi təmin edir, gözləmə vaxtını minimuma endirir. Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmir yol xəttində layihələndirilmə 85%, tikinti isə 68% tamamlanıb. Böyük qayıdışı və onun daha böyük regional təsirini səciyyələndirən bu mega layihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur. Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti dəmir körpü olacaq. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən digər qurumların iştirakı ilə rəqəmsal logistika platforması yaradılır. Məqsəd beynəlxalq yükdaşıma əməliyyatları ilə bağlı proseslərin rəqəmsallaşdırılması, məlumatların xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin edilməsi və ölkənin logistika sahəsində rəqabət qabiliyyətini
fəaliyyətini gücləndirməkdir. DLP idxal, ixrac və tranzit əməliyyatlarını vahid elektron bir pəncərə üzərindən idarə etməyi hədəfləyən innovativ platformadır. Regionda logistika xidmətlərinin rəqəmsallaşdırılması sayəsində atılan ilk addımlardan olan bu platformanın yaradılması Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyini gücləndirəcək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Azəriqaz İstehsalat Birliyi arasında əməkdaşlıq nəticəsində vətəndaşlar artıq qaz təchizatı ilə bağlı müayinə aktlarını MyGov platforması üzərindən izləyə biləcəklər. Yeni inteqrasiya vətəndaşlara öz əmlaklarında aparılmış müayinənin nəticələrini rəqəmsal formada əldə etmə imkanı yaradır. Qeyd edək ki, müayinə aktı xüsusilə qaz təchizatına yeni qoşulma, qaz xəttlərinin dəyişdirilməsi və ya köçürülməsi zamanı vətəndaşlardan tələb olunur. Norveçin OneX Robotexnika şirkəti satış üçün Neo humanoid robotunu təqdim edib. Süni intellektlə işləyən bu robot dağınıq əşyalar yığışdıra və yemək bişirə bilir. Həmçinin zarafat edir və müxtəlif sualları cavablandırır. ABŞ-nin JetZero və Delta Airlines şirkəti birlikdə innovativ qanad gövdə birləşməli təyyarə konseptini təqdim edir. Bu konsept aviasiya sənayesində dayanıqlılıq və texnoloji modernizasiya baxımından mühüm mərhələ kimi dəyərləndirilir. Yanacaq və karbon emissiyalarının azaldılması, sərnişinlər üçün daha funksional və geniş kabin mühiti, eləcə də ənənəvi konstruksiyalara alternativ dizaynın tətbiqi sektorda yeni imkanlar yaradır. Beləliklə, bugün sizə təqdim edəcəyimiz xəbərlər bunlar idi. Nəqliyyat və telekommunikasiya sahələrində ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, növbəti buraxılışda görüşənədək.